Şəhid Ayətullah Xameneyi həyatı boyunca həmrəyliyə və müsəlmanların vəhdətinə xüsusi diqqət yetirirdi. Fərq eləmir bu beynəlxalq məsələlər olsun və yaxud da regional məsələlər. Məxsusən biz baxsaq görürük ki, Ayətullah Xameneyi bütün həyatı boyunca Fələstin məsələsinə xüsusi diqqət yetirirdi. Və həmişə də təkid edirdi ki, müsəlmanlar gərək vəhdət halında yaşasınlar və bu vəhdət halı səbəb olar ki, müsəlmanları daha qüdrətli eləsin. Təsəvvür edin ki, vəhdət o qədər mühüm məsələdir ki, Həzrəti Əli əleyhissalam bu vəhdətə xüsusi diqqət yetirirdi. Və Ayətullah Xameneyi də Həzrəti Əli əleyhissalamın sünnəsini davam elətdirərək bu məsələyə xüsusi diqqət yetirirdi. Və həmişə də vurğulayırdı ki, firqələr arası, məzhəblər arası ixtilaflar ikinci dərəcəli məsələlərdir. Əsas məsələ isə İslamın hər kəs üçün eyni olan vəzifələr ki, müsəlmanların boynuna qoyulub, bunlara müsəlmanların riayət eləməlidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.